Bölgələrdə magistral yollar işıqsız qalıb. Bəzi yerlərdə işıqlandırma sistemi ümumiyyətlə yoxdur. Bəzilərində isə elektrik dirəkləri sadəcə bəzək rolunu oynayır. Hazırda biz Ucar rayonu Heydər prospektindəyik. Gördüyünüz kimi rayon mərkəzində və yaxud da ki bir çox küçələrdə işıq dirəkləri var, lampaları da belə asılıb, lakin işıq yoxdur. İş yerinə gedə bilmirəm qaranlıq saatlarda. Çünki işıqlar yanmır. Fikirləşirəm ki, qarşıma kimsə çıxar, görmərəm. Yəni bu da qəzaya səbəb olar. Qız uşaqlar belə keçir, onlar belə iç-içə çıxır, qorxurlar. Yəni küçədə luk olsa belə luk görünmür. Sürücülər deyirlər ki, dəfələrlə aidiyyəti qurumlara müraciət etsələr də problem həll olunmuyor. 37 ildir gözümü açandan Ucarda işıq sistemi sıfır vəziyyətdədir. Nişanları da görmür. Yerdə zebralar yoxdur. Xəttənmə vəbşim sıfır vəziyyətindədir. Hətta o günlərdə bir yaşlı arvadı maşın burada öldürdü. Tovuzda da oxşar vəziyyətdir. Sakinlərin sözlərinə görə magistral yolların bəzi hissələrində işıqlandırma olsa da, əksər hissələrdə elektrik dirəklərindəki lampalar yanmır. Şəkidə isə elə ərazilər var ki, ümumiyyətlə elektrik dirəkləri yoxdur. Bax gördüyünüz bu qaranlıq ərazi isə Bakı, Qaraməryəm, İsmaili, Şəki magistral yolunun Şəkinin Köbərzəzi kəndi ərazisindən keçən hissəsidir. Gördüyümüz kimi ərazi kifayət qədər qaranlıqdır və burada çox sayda qəzalar baş verir. Bax mənim arxamda fonda görünən ağacda təkcə bir ağacda 7 kəlağay bağlanıb ki, bax bu da çox sayda qəzadan xəbər verir. Təkcə magistral yolda deyil, həmçinin şəhər mərkəzinə doğru olan ərazilərdə də işıqlandırma demək olar ki, yoxdur. Bizim ərazi asfaltdan 1 kilometr içəridə yerləşir. İşdən gələnlər düşür orada. Uşaqlar, qadınlar, böyük, kiçik, hamı üçün qorxu. Şəki rayon icra hakimiyyətindən sorğumuza cavab olaraq bildirildi ki, şəhərin küçə və prospektlərinin işıqlandırma sisteminin bir hissəsi 2021-2022-ci illərdə Bakı Abadlıq Xidməti MMC tərəfindən inşa edilib. Lakin vəsait ayrılmadığı üçün işlərin böyük hissəsi tamamlanmayıb. Qeyd olunur ki, şəhərin qədim yaşayış hissəsində küçələrin çoxunda, eləcə də yeni massivlərdə yol infrastrukturu tam qurulmadığından və maliyyə çatışmazlığı səbəbi ilə işıqlandırma sistemi mövcud deyil. O da əlavə olundu ki, gələcəkdə vəsait ayrılacağı halda küçələrin mərhələli şəkildə işıqlandırılması nəzərdə tutulur. Ucarda yolların işıqlandırılması ilə bağlı rayon icra hakimiyyətindən isə verilən məlumat ümidverici oldu. Qurumdan qeyd olundu ki, növbəti bir həftə ərzində problem öz həllini tapacaq. Tovuz rayonunda da magistral yolun işıqlandırılmasına gəlincə, rayon icra hakimiyyətinə ünvanladığımız suallar cavabsız qaldı.